Xoş gördük hər birinizi kanalıma abunəçiləri. Növbəti bir mənzildə hamınızı yaxından tanış edəcəm. Bugün Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, 77 nömrəli avtobusun son dayanacağına yaxın yeni tikili 16 mərtəbəli binanın 4-cü mərtəbəsindəyik. Burada qanuni 2 otaq, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzildə sizi yaxından tanış edəcəyik. Xahiş olunur təqdimatdan öncə kanalımıza abunə olub videomuzu bəyənməyi unutmayın. Burada mənzilimizin giriş qapı hissəsi yerləşir. Giriş, dəhliz, koridor, sanitar qovşağı, döşəmə, qranit mərmər və istifoldan ibarətdir. Baxın, bu şəkildədir. Geniş dəhliz hissəyə malikdir və bütün otaqların girişi dəhliz koridor hissədəndir. Giriş qapıdan daxil olduq. Sol hissədə qardırob mebeli yolmaq üçün belə gözəl bir zolaq hissədə var. Burada mətbəx hissə yerləşir. Döşəmə, qranit mərmər və istifoldur. Baxın, belə bir gözəl geniş mətbəx hissə var. Çılçıraq pərdələr qurulu vəziyyətdədir. Lazım olan aksesuarlarla da təmin olunmuşdur. Və mətbəxdən eyvana çıxış var. Mənzilin qarşısı açıqdır. Cənub-qərb istiqamətinə baxır. Yer çəkər bir mənzildir, yarım yer çəkərdir. Baxın, burada mənzilimizin salon hissəsi, yəni zalı yerləşir. Baxın, belə bir qonaq otağı zal hissə var. Mənzilin qarşısı açıqdır, gün düşən mənzildir. Otaqlarımızda kombi batareyaları tam şəkildə yerləşdirilib. 77 və 211 nömrəli marşrut binanın tam qarşısından keçir. Otaqlarda isə döşəmə laminatdan istifadə olunub. Ağ qapılardan, divarlarda isə levkalardan və emulsiya boyalardan istifadə olunub. Burada isə mənzilimizin yataq otağı yerləşir. Baxın, hündürlüyü yaxşıdır. Baxın, belə bir yataq otağı mövcuddur. Yataq otağından da eyvana çıxış mövcuddur. Baxın, belə bir yataq otağı var. Kifayət qədər geniş sahəyə malikdir. 80 kvadrat ümumi sahədir. Binada kupça yoxdur. Daxili sənəd MTK müqaviləsi ilə satılır mənzil. Burada isə sanitar qovşağı yerləşir. Burada da istifollar təchiz olunub. Lazım olan aksesuarlarla da təmin olunub. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, Əsəd Əhmədov küçəsi, tam yol kənarı, yeni tikili 16 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşir. Giriş qapımız, mətbəx hissəmiz eyvana çıxış, qonaq otağımız, yataq otağımız eyvana çıxış və burada isə mənzilin sanitar qovşağı yerləşir. Qanuni 2 otaqdır, proyektdə heç bir dəyişiklik edilməyib. Proyekt necədirsə o şəkildə də təmir olunub. Qiymət aşağıda əlavə məlumat bölməsi və rəylərdə qeyd olunacaq. Qeyd edəcəyimiz qiymət başlanğıc qiymətdir və real alıcıya endirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə görüşənədək.